Onun informasyonu o bilir, işe götüren bilir. Yani onu işe götürene təqdim edəsin. Qeyd etmişəm o hissələri, amma sizin qeyd iqtisadiyyatın hissələrini çox qeyd etməmişəm. Mən sadəcə giriş hissəsində verilmişəm. Yəni, iqtisadi artırmamaq azala bilər. Müsaadəndə asimetrik informasiya nəticəsində iqtisadi artım nə cür azalmaq səbəb. Yəni, o bir neçə səbəb var. Onlardan biri də bu səbəbdir. Yəni, bunu göstərmək lazımdır. Vacib istiyorlar. O tövsiyə verən ki, qeyd edər. Heç olmasa bir müəyyən şey. Bir yarım atlasın. Evet, qeyd edər. Yəni, sən tam əhatə eləmişsən. Təşəkkür edirəm. Çox sağ olun. Başka sorunlar yok. Onda biz müzakereleri seçtik. Daha doğrusu haber sizden sorsun ki biz müzakereler seçmeye olardı. Kimsə yapmalı, iddiası çölə çıxsın. Ha, bilirəm. Yaşasın çıkalım. Ben şeyler ki bilemedim ya. Ne olur demiştim o. Niye düzəltmir? Güzel çekmeydi. O da düzeldi var. Ama bir de çabelediği varyatta buldu. Bir de ki Ayı da ben xəstədir. Ayda Hamad demek istemiyorum. Yok, hastaların da çalışıyor. Çok şey düzeldi. Ama o biraz memnun ameli dediği söhbət var. Ama onu demiştim. Tövsiyə edək. Biz səsləməyə çıxarda, hazırlıqlıdır, mənə qarşı potensial da var dediklərimizi Düzəldə də bilər. düzəldə bilər. Bunu gördüm. Təzə hissi katılır. Yok, biz eğer bunu tövsiye edildiyse Düzlüğe biz biraz ona vakit vererdik, gözleyelim. Ama bunu ciddi surette biz nezarete götüreceği için neyi demişiz zaten. Çünkü burada çok sağ olun bir tane artık söhbət olmadı. Hamısı lazımdı. Ve sonra İdara Hanım. Evet. Buyurun. Ne? Münasibəti. Yeni Ben de düşünüyorum ki onu müzakireye bırakalım. Yani ses vermeye daha doğrusu. Ses vermeye bırakalım. Ama o şərtlə ki, o düzəlişlərin hamısını etsin. Ona göre ki, o yekunda keçməyəcək. Müdafiə çıxsa, keçməyəcək. Müdafiədən keçsin də bakalım. Baktan, hadi. Olan bilir. O da var. Mən birinci mərhələdə Ben de söyledim, Murat almışlar. Çünkü onlar tabii biraz. dəyişikliklər edilir. Modellə bağlı bizim dediyimiz Hə, bir çox eyni dəyişikliklər edilir. Amma yəni bəzi məsələlər məsələn indi bizim qeyd edilənlərimiz yoxdur. Məncə eləyər. Mənə təəccüblü gəldi ki, o gazı Ayda Xan'da qoşuldu, onlar gedirdi də. Mən dedim, dedi düzəltəcək. Sonra baxarım düzəltmir. Amma o biri var ya da o gündəlikləri düzəltmiş. Bir indi kimlər də dedi, siz Buyurun ben bir şey diyeyim de. Allah yine deyim. Ben o işi baştan ayağa okumamışım. İddiası marağımla o geldi ki o informasiya, asimetrik informasiya. Ben onu okuyan kimi adına baktım ki bunun adını yine de o vaxtki bizim bu koordinasyon şura ne geldi təsdiq edeyim. Elə o adların ne kadar biz əziyyətini çəkdik. Neçə adamda özünüz bilirsiniz. Ama yine de fikirləşdim ki bu biraz muasirdir. Bizim indi informasiya cəmiyyətində yaşayırıq. Muasirdir, sevindim. Ama yine deyirəm, işin strukturuna ben baxanda mənim üçün həmişə amil nə olur? Rəsul bəy. Mövzunun adı, mövzunun planı. Bu olmadan onu işe... Hesab edək ki biz bir ev tikirik. Fikirləşmirik ki bunun adını nə qoyuruq? Villa, çox mənzilli bina, həyət evi, tövlə. Tikirik. Fikirləşirik tövlə tikirik. Sonra tövlənin içində başlayırıq fontan tikirik tövlənin içində. Fikirləşmirik ki burada biz inək saxlayırıq. Mən nə biləm, içində duş kabina düzəldirik ki, inək buna necə girəcək. Bu işlər hamısı belədir. Mən pis məndəməm. Ayda mənim bacımdır da, Aydanı çox deyil. Biz Aydanı, yəni mən Aydanı aspirator olan vaxtdan bir yerdə olmuşum. Asiman mənim üstə girəndə qəbul imtihanında perevodçik olub burada. Yəni ki, tərcümə edib bizim Azərbaycan sektorunda Rus dilində biz orada Ruslara imtihan vermişik, Ruslar bilirik. Orada biz zakonla üstə girmişik yalnız. Yəni ata valideyn rolu olmuyor, Ruslar bilir. Biz minimal balla öz bilimizlə girmişik üstə. Mən nəyə gətirmək istəyirəm? Biz uşaqlarımızı bu cür təhsilli, savadlı uşaqda işləyir, paşası. Paşası orada sıralı adamı işə götürülür. Onu yoxlayırlar, müsabiqədən keçirirlər. Bu cür uşaqların işini gücül eləyənlər, o binada, qonşu binada. Açıqlar işə baxacaq bizim dostlarımız, necə əş. Mən nə qədər əziyyət çəkirəm, neçə adamdan ötürü ki, orayla kontakt quran alınmır. Sonra necə görürüşən nədənsə istifadə edir. Yəni, belə yaxşı savadlı uşaqların iş
ola bilər ki, o dəyişikliklər eləməyə imkanı olmayıb. Bununla başı Mən qarşı onu- işə fikirləşib gəlib belə də gedəcək. Ona görə biz səsə qoyaraq, çalışaq İnançlar ki, düzəlməyə. çalışaq yaxşı olur, amma bu getsin, düzəlsin, mən o yerində olsam, paragrafları düzəldərəm. İçini ona uyğunlaşdırırım. Onun üstündə baba 10 gün bizə desin eləyirəm, biz bıraxdıq da onu geçsin. O geçsin, o 6 ay, o 30 işləsin. O batacaq iş. Ben sana diyorum, ben gayet qəşəng olandır, simpatikdir, dili var, anlayır var. Özdə verilən sualların hiss olunur ki, ben sıra tutum, başı işləyir də, tutum ki, orada sözə biləyim. Amma işində o yox. Sən onun işi o gedir, o sual canlılara ekspertə, o sualları verəcəklər, orada da bizim kimi ola bilər, ürəyə yumuşaqlıq eləməzlər. Yox, biz də ürəyə yumuşaqlıq eləməyəcək. Düz istəyirəm. Deməli, mən sizin dediklərinizdən belə istəyirəm ki, səsverməyə çox ciddi şəkildə deyilən İraq tövsiyə, burada deyilən şeylərin hamısı onun işini xeyirlədir, düzəltsin, rəykləri qaytaraq, rəyklər baxsın. Ondan sonra biz protokola imzalayaq. Özlüklərdə sual edir, deyir, mən də statistika tapmadım, nə qədər statistika tapmadım? İnvestisiya olacaq. Natalya, 2021'in statistikası var, 2020'in. Məndə belə bir sual var da. Tutalım, biz indi səs verdik də, tutalım, hipotetik deyirəm ki, səs verildi və biz ona dedik ki, gedirsən, düzəldirsən. O da biz istədiyimizi düzəltmədi, edə bilmədi, bacarmadı. Biz neyini onda? Protokola qol seçmirik, tərdən yetişirik. Belədir. Vaxtımız belədir, nə qədər deyil, hər buna rastlaşırıq. Deməli, əgər o bizim dediyimizi edə bilməyəcəksə, biz buradan buraxmayacağıq onu. Amma mən bilirəm ki, eləyəcək. Nəyə görə bilirəm? Çünki o müzakirədən sonra Murat Xanbol deyil, çox adamlar edir. Xeyli şey dəyişib bu. Xeyli şey dəyişib. Bir də mənə dediyimi dəyişib. O niyə dəyişib? Sonda ilk müzakirədə üçüncü fəsiləsinin deyilişi ilə bağlı ona heç nə deyilmir. Mən deyim. Yanılacaq. Siyasətdə belə bir fikir var ki, olsunlar, Müslüm müəllim, İnanı xanım, Maral. Hə. Və öz aranızda sədrsiz. İnanın hamı vəsvəsə, Müslümə vəsvə vermək var. Lehinə xahiş edirəm sədrsiz. Kim nömrələr? Lehinə, sonra əleyhinə bir tərəf yoxdur. Xahiş edirəm, işlə başlayın. Buyurun. Rəyincə də, güzel bir səsdir. Buyurun, buyurun. Qutunu göstərdi. Deməli, ümumi İqtisadi İqtisadi Eğitimlərdə gizli səsvermə hizmətinin yaradılmış hesablama komissiyası işinə başlayır. Deməli, hesablama komissiyasının tərkibi Müslüm, Müstəvun, Rıza və İnara zaman olmağından ibarətdir. Hesablama komissiyası Elmar Anaroğlu Əhmədovun asimetrik informasiya şərəfində milli iqtisadi modeli mövzusunda ümumi İqtisadi İqtisadında İqtisad evlərində fəsad operiyası almaq üçün təqdim etdiyi dissertasiya müdafiə tövsiyə edilməsi dair keçirilən səs vermək üçündür. Deməli, səs vermə başlayır. Dəvət edirəm ki, seminarın üzrə qarşı edirəm. Buyurun, hörmətli millət vəkilləri. İnanın getdi birinci səs verdi. Listəmizə çox var. Buyurun. Əsas olur ki, biz ürək sözlərimizi dedik. Tövsiyələrimizi də dedik. Hə, onu deyəlim. Yox, siz keçin. Balaca olanlar haqqında keçin. Yaşdan balacanız var. Aça bilərsin. Hörmətli komissiya üzvləri, səs vermə başa çatır. Birazdan üzrə səs vermənin nəticələri toplamaq üçün açılır. Bu nədir? Qalxın, qalxın. Söz, söz. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, səs vermə xüsusunda 7 bülletin aşağı edilmişdir. İcazənizlə nəticələri elan edirik. Deməli, razıyam 1, razıyam 2,
razıyam 6, razıyam 7. Beləliklə, deməli, YD 2.10 Dissertasiya Şurasının 51.08.01 Ümumi İqtisadiyyat ixtisasında elmi seminarında gizli seçkilərinin səsvermənin keçirilməsi üçün yaradılmış Hesablama Komissiyası öz deməli nəticələri elan edir. Hesablama Komissiyası tərkibi Sədr Mürsəlov Müslüm Mürsəlovlu üzvlər Rızayeva İnarov Rızaqızı, Zamalov Maral Rahib qızından ibarət olmuşdur. Hesablama Komissiyası Elman Anarov Əhmədovun asimetrik informasiya şəraitində Milli İqtisadiyyatın investisiya modeli mövzusunda 53.08.01 Ümumi İqtisadiyyat ixtisasında İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiə tövsiyə edilməsinə dair keçirilən səsvermə zamanı səsləri hesablamaq üçün seçilmişdir. Səsvermənin nəticələri təqdim edən elmi seminarın tərkibi 9 nəfərdən ibarət təsdiq edilmişdir. Elmi seminar tərkibinə əlavə heç kim daxil edilməmişdir. Elmi seminar iclasında 7 nəfər iştirak etmişdir. Elmi seminar üzvü 7 nəfər, onlardan 3 nəfər elmlər doktordur. Paylanmış bülletenlərin sayı 7 ədəd, paylanmamış bülletenlərin sayı 2 ədəd, səsvermə kutusunda aşkar edilen bülletenlərin sayı 7 ədəd, elmi seminar üzvlərinin gizli səsverməsinin nəticəsi lehinə 7 səs, əleyhinə yoxdur. Etibarsız edilmiş bülletenlərin sayı yoxdur. Hesablama Komissiyası iddiaçı Elmar Anarov Əhmədovun asimetrik informasiya şəraitində Milli İqtisadiyyatın investisiya modeli mövzusunda 53.08.01 Ümumi İqtisadiyyat ixtisasında İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəyə tövsiyə edilməsinə dair keçirilən səsvermənin nəticəsi müsbət hesab edilir. Buyurun, danışalım. İndi davamlı protokolu səsə qoymamışdan qabaq, mən deyirəm, biz deməli bu məsələni xüsusi olaraq bir də icraçı qeyd eləməliyik ki, göstərilən irad və tövsiyələri hamısını nəzərə alsın. Yəni ki, əlbəttə biz mərkəz mövqeyinə hörmət edirik. Amma burada deyilənlərin heç biri orada heç o qalsın qırağa sonra eləyək söhbəti olmalı. Hamısını məncə nəzərə almalı. 10 gün söhbəti veririk. Bəli, 10 gün söhbəti veririk. Eyni zamanda da yazılsın da. Sonra da yenə bəzi şeyləri biz onu tələb edirik ki, bunları bilək. 30 qoymaq lazımdır ki, protokolu bu səsvermənin nəticələrinə münasibətimizi xahiş edir. Lehinə, əleyhinə bir tərəf yoxdur. Sağ olun, bir də yazır. Elman Əhmədov, sizi tövsiyə elədilər Fevral-Gülərin növbəti mənzəliyə. Mən istədim səsverməyə də düşdüm. Bu deyilən irad, tövsiyə filanlara hamısı mütləq nəzərə alarsın. Çünki bunların hər biri o başqa mərhələlərdə sizə deyilsə, orada düzəlişə imkan vermirlər. Seminarın bu səlahiyyəti hamıdan böyüdür. Amma biz hesab elədik ki, sizin sualları verdiyiniz cavablar xüsusilə insanların belə bir qərarata gətirdik ki, biz sizə bu düzəlişləri eləməklə növbəti mənzəliyə bıraxıq. Buyurun, sözünüz varsa buyurun. Birinci növbədə gərək sizi düzəltəcək o deyilənləri. Sonra da başqa sözünüz varsa buyurun. Hər birinizə ayrı-ayrı təşəkkür edirəm növbəti mənzəliyə keçirdiyiniz üçün. Həm rəislərin, həm də digər nümayəndələrin dediklərinin hamısını nəzərə alacağım. Hamısını qeyd etmişəm və sonra bütün düzəlişlərin deyəcəyini əmin ola bilərsiniz. Başqa bir sözüm yoxdur. Sağ olun. Sağ olun. Belə hesab edirik ki, seminarımız başa çatdı. İnşallah ayın 30